Bəzi analar ana olur, amma müəyyən bir müddət o uşaqla arasındakı bağı qurmaq çox çətin olur. Bu nədən baş verir? Hamiləlik prosesinin tam istənmədiyi dönəmdə olması, hamiləlik dönəmində travmalar yaşaması, hamiləlik dönəmində o bağı qura bilməməsi, məncə onların və ailə yapısı, yəni onun gəlin getdiyi ev, onun çıxdığı ev, evdə anadan, atadan gördüyü məhəbbət, ailə kavramı çox önəmlidir hər bir insan üçün. Biz həmişə deyirik ki, hamilələrimizə artıq ikinci trimestrdən etibarən, hansı ki o çətin period keçirir, birinci trimestr. Deyirik ki, başlayın qarnınızı oxşayın, aynanın qarşısına durun, qarnınıza baxın. 20-li həftələrdən artıq döl kənardan olan səsləri algılaya bilir, ondan söhbət eləyin. Yəni əslində o sizi təbii ki başa düşməyəcək, amma sizin onunla bağ qurmanız açısından önəmli bir şeydir. Kitablar izləyin, videolar izləyin. Yəni bunlar hamısı yavaş-yavaş hamiləlik dönəmində özünüzü alışdırmanız lazım. Bu eksiklikdən irəli gəlir məncə. Hamiləlik məktəbləri önəmlidir burada o bağın yaranmasında. Doğumdan sonra ananın süd verməsi çox önəmlidir o bağın yaranmasında. Direkt uşağın doğumdan sonra ananın yanında qalması o bağda çox önəmli rol oynayır. Bunların hər hansı birində ailə yapısı, məişət yapısı, hamiləlik sürəci, doğum sonraki əmzirmə sürəci və s. bunların hər hansı birində qırıqlıq və ya qopuqluq olanda ana ilə döl arasında, uşaq arasında bağda bəzi problemlər yaşana bilir və analıq hissinin gec gəlməsi kimi hissiyatlar ola bilir.